Ömer ibn Abdüləziz, Allah ona rəhmət eləsin, bir dəfə Xalid ibn Safvanla rastlaşır. O da devrinin alimlərindən, salih insanlarından olub. Deyir ki, ey Xalid, mənə tövsiyə elə. Və bu da Ömər bin Abdüləzizin təvəzzükarlığından idi. Baxmayaraq xəlifədir, özü böyük xəlifələrdən sayılır və tarixçilər onu Raşidi, 5-ci Raşidi xəlifə sayırlar. Lakin deyir ki, mənə nəsiyyət elə. Deyir ki, Allahın sənin günahlarını örtməsi səni aldatmasın. Və insanların səni tərifləməsi səni aldatmasın. Və sonra buyurur ki, Allaha sığınırıq. Allaha sığınırıq o şeydən ki, Allahın bizim günahlarımızı örtməsi ilə özümüzü təmizə çıxardaq və arxayın olaq. Həmçinin Allaha sığınırıq o şeydən ki, insanlar bizim halımızı, yəni həqiqi gerçəyi halımızı bilməməyindən biz arxayınlaşaq. Və sonra buyurur ki, sənin özün özünü tanımağın, insanları səni tanımağından həmişə üstün olsun səndə. Yəni, həqiqətdə sən özün özünü tanıyırsan, bu sənin üçün örnək olsun, bu sənin üçün meyyar olsun. Daha başqalarının səni tərifləməyi yox. Və deyir ki, Allaha sığınırıq ki, belənci arxayınlaşaq və Allahın bizə fərz etdiyi şeylərdə səhlənkarlıq eləyək. Belə şeylərdə arxayınlaşaq, Allahın bizə qadağan etdiyi şeylərə məhəl qoymayaq. Və sonra ağlayır bu sözləri deyəndən sonra, bir müddət keçəndən sonra buyurur ki, havamıza uymaqdan Allaha sığınırıq. Burada Xalid ibn Safvanın sözləri bitdi. Sözlərin mənası ondan ibarətdir ki, daha açıq, aydın olsun deyə. Nəsiyyət edəndə deyir ki, yəni Allah sənin günahlarını örtüb, sənin günahların bilinmir, yayılmır, səninlə Allah arasındadır, bu səni arxayınlaşdırmasın. Allahla sənin aranda bir maniyələr var. Sənin Allah övliyası olmağa, Allah dostu olmağa, dualarının Allah dərgahında qəbul olmasına bir maniyə var. Günahlarındır, bunu unutma. Və həmçinin insanların sənin batinini bilməməsi və yaxud da səni tərifləməsi səni arxayınlaşdırmasın. Çünki bu insanların gözündədir, bu insanların bildiyindədir, lakin həqiqəti bilən isə Allahdır. Ona görə Uca Allah Teala Quran-ı Kərimdə buyurur ki, Bəlil insanu alə nəfsihi basira və ləv əlqa məəzira. Həqiqətən də insan özü-özünü daha yaxşı tanıyır, cürəbə-cürə bəhanələr gətirsə belə. Bəli, insan özünü yaxşı tanıyır. İnsan bilir həqiqətdə o nədir. Ona görə də, əzizlərim, əgər sən yaxşısansa, insanların səni pisləməsindən narahat olma. Çünki sən özün-özü yaxşı bilirsin. Yox, əgər sən yaxşı deyilsənsə, insanların tərifləməyi də səni arxayınlaşdırmasın. Bəlil insanu alə nəfsihi basira.